Başladıq. 10.6-dan hansı yollarım var? 1. Gəl baxaq. Baxdığın evdə bu suallara, yəni işləməyə çalış. Aha, yaxşı. Aha, gəlin birinci sualdan başlayaq. Deməli, burada nə deyir bizə? Deyir, verilmiş alqoritmin yerinə yetirilməsi nəticəsində B dəyişəninin son qiyməti 41 olmuşdu. Düzdür? Buna əsasən A və B dəyişənlər ilkin qiymətini müəyyən edir. B dəyişəninin son qiyməti 41 olmuşdur. Nə deməkdir? Yəni alqoritm yerinə yetirilib, sonda nə alınıb? 41 alınıb. Düzdür? Elvira, bunun yolu A1 B1 ilə də gedir. Amma sən demişdin ki, müəllim, A1 B1 ilə mən biraz çətinlik çəkirəm. Gəl bunu belə gedək. Aşağıdan yuxarıya gedək onda. Üzü əks istiqamətə. Bax, burada nə alırıq? A plus B bərabərdir 41. Düzdür? Aha. Yuxarıda nə var? Yuxarıda da A bərabərdir B plus A. Bax indi. Səncə bax, bu A var ha. Bu A. Buradakı hansı A'dır? Bu A'dır yoxsa bu? Bəli, bərabərin solundakı A'dır. Gəl bax, bu ifadəyə ümumiyyətlə belə baxaq da. Gəl ümumiyyətlə bu ifadəyə belə gedək, yanaşaq. Mən deyirəm ki, A bərabərdir B üstə gəl 8. Sonra bu A, bax bu A, budur. Yerinə yazsam nə olar? B plus 8 yazsam olacaq B plus 18. İndi mənə bax. Burada bir dənə B var. Bəs bu B ilə bu B eynidir. Səncə eynidir buradakı B ilə buradakı B? Əlbəttə ki, yox. Niyə yox? Çünki bu B artıq görürsən mənimsətmə işarəsi var. Yeni bir qiymət mənimsədilib buna. Aydındır? Artıq bu B-yə yeni bir qiymət mənimsədilir. Yəni ona görə biz ona deyə bilmərik. Bu B ilə bu eyni bir şey deyil. Bu B-nin qiyməti yeni bir şeydir. İndi burada bir yeni bir A var, burada da A var. Bəs bu A-la, bax bu A-la, bu A eynidir. Bax bu A-la bu. Eynidir. Niyə? Əslində eynidir. Bax, axırıncı dəfə A-mız harda mənimsədilib? Axırıncı dəfə A-mıza burada bax, A-mız burada qiymət mənimsədilib. İndi mən bu A-nı harda istifadə edirəmsə, həmin A-nın qiymətlərindən istifadə edirəm. Bax, elə bil bu cür. A bərabərdir 3 deyirəm. Burada yazıram ki, B bərabərdir B üstə gəlinsin A.
B bərabərdir 5 üstə gəlinsin A. İndi bu A'lar var ha. Bu A'lar elə bu A'dır da. Mən nə vaxt burada yenidən yazsam A bərabərdir məsələn 5. Yenidən yazsam B bərabərdir B plus A. Artıq bu yeni yazdığıma sonuncu A-ya hansı qiymət mənimsədilib? O A olacaq. Başa düşdün necə? İndi bax bizim də burada yazdığımız A bərabərdir B plus 8. Ondan sonra harda bura A mənimsədilib? Yox, burada B'yə qiymət mənimsədilib. Onda bu A eyni ilə budur. Bu A da eyni ilə budur. Aha, bəs bu A hansıdır? Bu A artıq yeni mənimsədilən A'dır. Budur. Aydındır bu. İndi bura aydındırsa, bax, gəl biz belə yanaşaq. Mən burada deyirəm ki, B bərabərdir A plus B. Bizə deyir ki, B dəyişəninin son qiyməti 41-dir. Yəni A üstə gəlinsin B bərabərdir 41-ə. Düzdür? İndi sən bura bax. Burada istifadə olunan A ilə B nə ola bilər? Buradakı A hansı A'dır? Bu A, sonuncu dəyişilən A. Bu A'nın yerinə mən nə yazıram? Bunu. B plus A. Bunun da arxasında nə var idi? Bir dənə B. Üstə gəlinsin B bərabərdir 41. Daha doğrusu yox. Bu A-nın yerinə yazıram. Hə, buradakı A-nın yerinə bəli, düz doğru yazdım. Buradakı A-nın yerinə, bax, buradakı A-nın yerinə bunu yazdım. Yuxarıdakı ifadəni yazdım. B plus A-nı yazdım. B plus A üstə gəlinsin B bərabərdir 41. Buradan da nə olur? Yəni 2B üstə gəl A olur da. İndi bu qalsın. Bəs B-lərin yerinə nə yaz? Bax, buradakı B-lər var ha. Bax, bu B-lər. Bu B-lərin yerinə nə yaza bilərəm? B-lərin də yerinə yazaram ki, A plus 10. Bu ifadəmiz nədir? 2B üstə gəlinsin A-dır da. Doğrudur. Bu ifadəmiz 2B üstə gəlinsin A-dır. İndi mən B-nin yerinə buranı yazıram. Yazıram ki, bax, buradan yazıram. B-nin yerinə A üstə gəl 10 yazıram. Yəni 2 vurulsun A üstə gəl 10. Üstə gəlinsin A bərabərdir 41. Bu da nə eləyir? 2A üstə gəlinsin 20, üstə gəlinsin A. Üstə gəlinsin bu A ilə də bunu toplayıram, olur 3A bərabərdir 41. İndi mən buradan A-nı tapa bilərəm. Bəli. Buradan A-nı tapıram ki, 3A bərabərdir 41 çıxılsın 20. 41-dən də 20 çıxanda nə eləyir? 21 eləyir. A da bərabərdir 7-yə. Bax, mən A-nı tapdım. Mən artıq A-nı tapdım. İndi tapıram nəyi? A-mız oldu bizim 7. A-nın yerinə 7 yazıram. Bəs B-miz nə olar? A 7 olsa B də -1 olar da. Bu formada hesablayırıq. Burada açıq tiplidir, cavablar verilməyib. Həqiqətən də gəl yerinə qoyaq. A-ya 7 verək, B-yə -1. -1-in üstünə 8 gələndə 7. A 7-dir. 7-nin üstünə 10 gələndə nə eləyir? 17. B-miz olur 17. B 17-dir. Buradakı B-nin yerinə nə qoyuram? 17. Gəl qırmızı qələmlə yazaq. Bax, bu B-miz, A-mız 7-dir. Buradakı yerinə 7 qoysaq, 7-nin üstünə 10 gələndə 17. Buradakı B-nin yerinə 17 qoysaq, A-mız da 7-dir axı. A-mız olur 24. A-mız 24 idi axı. Yerinə qoyuram 24. B-miz də nə idi? Bax, B-miz sonuncu nə olub? 17. Həqiqətən də B-miz nə? Axırda nə aldı? 41. Gördün, doğru olub. Aydın oldu bu dediyim. İndi gəl bunu A1, A2 üsulu ilə yazaq. Düşünürəm ki, o üsulu başa düşəcəksən indi. Çünki əgər bunu başa düşdünsə, A1, A2 üsulu bundan da daha rahat. Sadəcə çox fikirləşmirsən onsuz.
Bax, biz buna nə deyək? Biz buna deyək ki, bu bizim B1-imiz. Birinci B-ni gördük də yuxarıda. Düzdür? Buna deyirik B1. Burada nə gördük? Birinci A-nı gördük. Bu da olur bizim A1-imiz. Daha sonra aşağıda nə görürük biz? A görürük, doğrudur. Bu A bizim nəyimiz adlanır? Bəli, A1, doğrudur. Bəs bu B2. Niyə B2? Çünki görürsən yeni qiymət mənimsədir. Bərabərdən soldadır axı. Yeni qiymət. Ona görə B2. İndi aşağıya baxaq. Bu nəyimiz olacaq bizim? Bax bu. Bu. A1. Bu. Yox, bu. B2. Aha, afərin. Bu nə olacaq? Bu da olur A2. Doğrudur. Aşağıları da de. Məsələn, bu nə olacaq? B2. Bu. A2. Bu. B3. İndi bizə deyir ki, B dəyişəninin son qiyməti 41. Deməli, mən nə edirəm? B3-ə deyirəm ki, B3 bərabərdir 41. Doğrudur. B3 bərabərdir 41 dedim. İndi burada nə almış oluram? Yəni A2 üstəgəl B2 bərabərdir nəyə? 41-ə. Aha. Burada nə var? A2 də burada nə deyir bizə? Deyir A2 də bərabərdir B2 üstəgəl A1-ə. Mən onda A2-nin yerinə nə yazıram? A2-nin yerinə yazıram B2 üstəgəl A1 üstəgəl nə? Bu. B2. Bərabərdir nəyə? Yenə 41-ə. İndi burada nəyi görürük? 2 dənə B2 görürük. Hər B2-nin yerinə nəyi yazıram? A1 plus 10. Bax yazıram A1 plus 10. Üstə gəlinsin A1. Üstə gəlinsin nə? Yenə B2 var. Yenə A1 plus 10. Bərabər olur nəyə? 41-ə. İndi A1-lərin yerinə, bax burada A1-lərin yerinə indi nəsə yaza da bilərəm, yazmaya da bilərəm. Bax burada fikir ver, elə ancaq A1-lər qalıb da. 1, 2, 3 dənə A1 qalıb. Buradakı ifadə nə olur? 3A1 üstə gəlinsin 20 bərabərdir 41. Düzdür? 3A1 də bərabərdir nəyə? 41 çıx 20. 21-ə. Buradan da A1-i tapırıq. 21 bölünsün 3, A1 olur 7. A1-in yerinə 7 yazmaqla B1-i tapa bilərəm. B1-imiz nə olur? -1. Aydındır indi. Aha, əla. Keçək növbəti suala. Gülnazir, başa düşdün bu tipləri? Aha. Keçək növbətiyə. Baxaq. 14-ə kimi yazmısan hamısın? Afərin. 13 adı yazmısan hamısın? Əla. Gəl 14-ə baxaq. Videolardan istifadə edərək yazmısan, yoxsa özün rahat yaza bildin? Aha, yaxşı. Deməli, çəkdiyin əziyyət yerdə qalmır. Bir dəqiqə qoy bunun mən dəyişim ölçsün. A4 eləyək. Aha.
Gəl baxaq görək bizə nə deyir. Deyir ki, S bərabərdir 1 vurulsun 3. 3 vurulsun 5, 7, neçəyə qədər? 49-a qədər. Bax, 1-dən 49-a qədər tək ədədləri nə edib? Bir-birinə vurub. Deməli biz burada nəyi görürük? Gördük ki, bizim vurmamızı hansı dəyişəndə saxlayıb? S dəyişənində. Doğrudur. Deməli bizim dəyişənimizi S-i bizim ifadəmizi saxlamaq üçün verib bizə. İndi baxaq. Bax, alqoritmə düşüb aşağı baxırıq. Görürük bir dənə M verib. Burada bir dənə şərt blokudur, bilmirik. Yenə burada da bir hesablama blokudur. Aşağıda da yazıb ki, S bərabərdir S vurulsun N. Deməli, mən buradan belə başa düşürəm ki, bax, burada S bərabərdir S vurulsun N. O deməkdir ki, bu mənim S-im həmişə köhnə qiymətinə, S-in köhnə qiymətinə nəyi vuracaq? Yeni N-i. Yəni, bu da o demək ki, bu gəlməlidir. Məsələn, S-in birinci 1-dir. 1-i vurmalıdır nəyə? Burada nəyi görürəm? 1-dən sonra 3-ü. Deməli, mənim artıq N-im birinci, məsələn, 3 olmalıdır. Sonra S-im olacaq 1 vurulsun 3. Sonra N-im nə olmalıdır? 5 olmalıdır. Bu formada 2-2 artmalıdır. Mənim N-imi 1 verib. Mən N-i 2-2 harda artıra bilərəm? Burada. Deməli, mən buraya yazıram ki, N bərabərdir N plus 2. Bura kimi başa düşdünüz? Sual olan varsa versin. Aha. Sual yoxsa davam edək. Deməli, indi mən düşünürəm ki, bu şərt məsələsini. Bu şərtə nə yazım? Uşaqlar, gəlin bu alqoritmi 1-2 dəfə icra eləyəyin, onda siz özünüz başa düşəcəksiniz nə yazmaq lazımdır. Gəlin özdə çox yox. Bu 49-un yerinə sanki 5 yazağın. Elə bir düşünəyin ki, bizim S-imiz 1 vurulsun, 3 vurulsun, 5-dir. 1 vurulsun, 3 vurulsun, 5-ə qədər özümüz müqayisə eləyəyin. Onda görəcəksiniz nə yazmaq lazımdır. Deməli, M bərabərdir 1. S bərabərdir 1. Doğrudur. İndi biz yazırıq. Düşürük aşağı. Burada nə verilib? Bir sual işarəsi verilib. Bu sual işarəsi nəyi bildirir? Yəni, burada bir şərt var, amma bilmirik nə yazmaq lazımdır. Görürük ki, bu sual işarəsindən sonra şərt ödənir. Yəni, hə qolundan düşür aşağı. Nə olur N? M bərabərdir N plus 2. Yəni, N-imiz olur 3. Daha sonra baxırıq ki, S-imizdə olur. S bərabərdir S vurulsun. Yəni, 1 vurulsun 3-ə. Sonra nə edir? Qalxır yenidən ikinci dövrəyə. Biz də qalxaq ikinci dövrəyə. İkinci dövrədə gəlir, yenə bu sual işarəsini yoxlayır, yenə hə qoluna keçir. Sonra M bərabər olur nəyə? 5-ə. S də bərabər olur nəyə? 1 vurulsun, 3 vurulsun 5-ə. Düzdür. İndi gəlir şərt blokun burada yoxlayır. Şərt blokun yox. Amma buradan öncə keçmir. Yox olur ki, bu çap olunur da. Sanki dedim axı, düşünün ki, bizə bura kimi veriblər də. Yəni 49-a kimi yox, bura kimi. Düşünün ki, baxın, N-imiz 3 olanda keçdi, amma N-imiz 5 olanda keçmədi. Mən bura nə yazmalıyam? Mən bura yazmalıyam ki, N kiçikdir. Məsələn, bax, burada yaza bilərəm ki, N kiçikdir 6-dan. Yaza bilərəm. Bəli. 5 kiçikdir 6-dan keçmir axı şərtə. Məsələn, burada N-imiz nə idi? N-imiz burada 1 idi. 1 kiçikdir. Mən ümumi yazıram burada. N kiçikdir məsələn 6-dan. Aha. 1 kiçikdir 6-dan. Ona görə keçdi. Oldu N-imiz 3. 3 kiçikdir 6-dan. Daha doğrusu uşaqlar, kiçikdir yox. Bizdə yox qoluna gedib. Daha doğrusu yox. Bunda biz burada yazmalıyıq ki 5. Biz burada 5 yazmalıyıq ki 5 kiçikdir 5-dən yox. Qoy yox qoluna getsin. Axı 5 6-dan kiçikdir, onda hə qoluna gedəcəkdi axı. Başa düşdünüz necə? Baxın, 1 kiçikdir 5-dən, məsələn, hə. 3 kiçikdir 5-dən, hə. Artıq N-imiz gəlib 5 alanda 5 kiçikdir 5-dən, yox. Artıq çıxır. Yəni 5 kiçikdir 5-dən,
yaza bilərik. İndi bu 5-in yerinə bizdə, bizim bu ifadəmizdə nə dayanırdı? 49. Deməli mən bu bəli. Aha, yəni 49 dayanır da bizdə. Mən indi onu 5-i nümunə üçün dedim. 49 dayanır. İndi mən deməli nə yazmalıyam? Yazmalıyam ki, birinci n kiçikdir 49-dan. Düzdür? Uşaqlar, bura kimi aydındır. İndi mənə baxın. N bərabərdir 5-in yerinə. N yerinə dedikdə daha doğrusu n-imiz sonda 5 olub. Mən indi burada belə bir şey yazım da 5-i nə ilənsə müqayisə eləməliyəm də. Mən burada 5 kiçikdir, bərabərdir. Məsələn 4 yaza bilərəm və yaxud da 4 yox, lap olsun 3. Yaza bilərəm. Niyə? Yaza bilərəm axı. Bax, buradakı dövrəyə girəcək. Aha, mənə də lazımdır ki, elə olsun da. Bax indi. Biz burada şərtimizi belə qoysaq. En kiçik bərabərdir 3-dən. Yoxla gör bir dənə. Girəcək burada. 1 kiçik bərabərdir 3. Hə, ödəyəcək. Bura işləyəcək. 3 kiçik bərabərdir 3. Hə, işləyəcək bura. 5 kiçik bərabərdir 3. Yox. Çıxacaq qoldan. Bizə də lazımdır çıxsın da elə. Çünki biz istədiyimizi burada aldıq. Ona görə biz bir-bir yoxlamalıyıq ki, hansı hallarda girir çıxır. Məsələn, bax, kiçikdir 49-u yaza bilərik. Kiçikdir 47-ni də yaza bilərik. Kiçikdir bərabərdir, daha doğrusu 47-ni də yaza bilərik. 47 halı ilə girir, n2 vahid artır. Bax, burada n kiçikdir bərabərdir 47 yazanda, n-imiz 47-yə bərabər olanda girir. Sonra gəlib burada 49 qiymətini alır. Sonra gəlir özünü də vurur 49-a, axırda 49-a vurur da. Bu ifadəni alır. Bax, bu yuxarıdakı ifadəni alır. Ona görə kiçikdir bərabərdir 47 ilə də girər. Hətta bilirsiniz hansı ifadə ilə girər? En kiçikdir 48 ilə də girər. Aydındır, baxın, en kiçikdir 48, en kiçikdir bərabərdir 47 və en kiçikdir 49. Bunlarla girər dövrəyə. Yəni bu 3 dənənin üçünü də yaza bilərik. Amma en kiçikdir 50-ni yaza bilmərik. Niyə sizcə? En kiçikdir 50-ni niyə yaza bilmərəm? Bəli, onda 49 ilə yoxsa gəlib girəcək. n49 olanda n-in 49 qiymətində. Gələcək 49 kiçikdir 50-dən. Hə, n-imiz nə olacaq? 2 vahid artacaq axı burada. N-imiz olacaq 49 üstə gəl 2. Yəni 51. Sonra S-ə nə yazacağıq? Sonra S nə olacaq? S də olacaq, məsələn, 1 vurulsun, 3 vurulsun, nöqtə nöqtə, 49 vurulsun, 51. Yəni ona görə, 51 olmamağına görə kiçikdir 49 yaza bilmərik. Kiçikdir 50 daha doğrusu yaza bilmərik. Daha sonra burada məsələn bu hissəsi doğrudur. Yanlış olan hansı hissədir? N plus 1 hissəsi. Yəni 2 artırmışıq axı. Bizdə tək ədədlərdən söhbət gedir. Ona görə bu səhvdir. Eləcə də 1, 2, məsələn 5-ci də doğrudur. N kiçikdir 48 də yaza bilərik. Amma 6-cı niyə doğru deyil Elvira? Deyim. N kiçikdir, bax, kiçikdir bərabərdir 49 yazılıb. Mən indi kiçikdir bərabərdir 49 yazsam, nə alaram? Denən görün mənə. Aha, aha, doğrudur. Davam elə. Aha, onda nə olacaq? Bax,
49 ilə girəcək. Axı 49 kiçik bərabərdir 49-dan. Hə. Enimiz nə olacaq onda? 51. 2 gələcəyik də üzərinə. Sonra S-imiz nə olacaq? Artıq S-imizdə axırıncı ədədi 51-ə vuracağıq. Yəni 49-u keçəcək. Aydındır? Hə. Ona görə olmaz. Ona görə ancaq və ancaq biz bu 3 dənə hala n kiçikdir bərabərdir 47, n kiçikdir 48, n kiçikdir 49 hallarından istifadə edə bilirik. Hətta burada n kiçikdir bərabərdir 48 də yaza bilərik. Yəni bunu da hətta yaza bilərik. Çünki 2 artır da, qorxusu yoxdur. Amma 49 formasını yaza bilmərik. Aydındır? Aha. Növbəti sualı verin. On altı. Burada nə deyir? Deyir ki, bu hərflərin yerinə yazılacaq ifadələri tapın. Diyor, sual belə olmaz. Sualın yəqin arxası da var. Hə, burada deyirəm axı. Hə. Təyinatların sanki müəyyən edirik də bunu. Burada deyir ki, yəni bu hissəni də çəkeyim. Aha. Bax, burada bizdən deyir ki, bax, birinci sütunda olanları yazsaq yerinə alqoritmin təyinatı nə olacaq? Gəl baxaq. Deyir, A-nın yerinə nə yaz? 10. M bərabərdir 10. B-nin yerinə nə yaz? S bərabərdir 0. C-nin yerinə nə yaz? N kiçikdir 99-dan. D-nin yerinə nə yaz? S bərabərdir S plus N. N-ə bərabərdir N plus 2. K-nın da yerinə deyir yaz S. İndi mənə baxın. Burada biz ifadələri qeyd elədik. N kiçik 99, S bərabərdir S plus N, M bərabərdir M plus 2. Burada da S-i çap elədik. N-imiz də 10-dur, S-imiz də 0-dır. Gəlin hesablayaq. Görək nə iş görür. N-in yerinə nə yazıram? 10. 10 kiçikdir 99-dan. Hə. Neyinirəm? S bərabərdir S plus N. Bax, S 0-dır. Üstünə gələm nəyi? N-i. N-imiz nə idi? 10. N nə olur? N nə olur? 12, bəli. Sonra neyniyir? Təzədən qalxır əvvəlki dövrə. Deyir, 12 kiçikdir 99-dan. Yenə hə. S nə olur? S-imiz 10 idi. Üzərinə nəyə gəlirəm? N-i, 12-ni. N-imiz nə olur? 2 vahid artır, 14. Yenidən gedirəm. 14 kiçikdir 99-dan. Hə. S-imiz nə olur? 10 üstə gəl 12, üstə gəl N. 14. N nə olur? 16. Bu hara kimi belə gedir? Afərin, əla. Bax, bunu necə tapırsan? Deyirsən ki, bax, onsuz N-imiz 2 artır da, doğrudur. Deyirsən ki, müəllim, bu N gedir. Axırda 98 olanda, dövrəyə 98 ilə girəcəkdir. Axı 98-dən sonraki ədəd 99-dan böyük olur.
Deyirsən ki, müəllim, gəlir 98 kiçikdir 99-dan. Hə. S bərabər olur 10 plus 12 plus 14 nöqtə nöqtə plus 98 n-in qiymətin verir də buradakı qiyməti. Toplayır. N gəlir nə alır? 100. 98-in üstünə 2 gəlir də 100. Sonra gəlir burada. 100 kiçikdir 99 müqayisə edir. 199-dan kiçik deyil axı. Onda nə alır? Xeyr, yəni yox. 198-dən kiçikdir, yox. Nə edir? Dövrədən çıxır, gəlir, S-i çap edir. Ona görə də buna deyirik ki, bütün iki rəqəmli cüt ədədlərin cəminin hesablanması. Aydındır? Afərin, əla. Gülnazı, başa düşə bilirsən? Aha. Növbəti. On səkkizi yazmısan özün. Gəl elə 18-dən baxaq. Çıxışa dəyər olaraq 114 nəticəsinin alınması üçün daxil edilən ən kiçik n natural ədədini müəyyən edin. Deyir, çıxış dəyəri olaraq 114 nəticəsi alınması üçün daxil edilən ən kiçik n natural ədədi müəyyən edin. Deməli, gəlin baxaq. M-imiz 46-dır. X bərabərdir 6-ya. X-i hər dəfə 12 vaid artırıb, sonda X-i çap edib, X-imiz olub nə? 114. X-imizin 114 olması üçün neçə dəfə o 6-nın üstünə biz 12 gəlməliyik? Yəni, X-imiz 6-dır. Düzdür. Bizə bu nəyə görə lazımdır? Bizə bu bizə ona görə lazımdır ki, biz bilməliyik ki, bizim bu dövrəmiz neçə dəfə işləyib, yəni bu gövdə hissəsi neçə dəfə işləyib. Bunu bilməkdən ötürü biz deyirik ki, gəlin birinci tapağın nəyi? Gəlin görəyin. 114 almaq üçün 6-nın üstünə neçə dənə 112 gəlməliyik? Bunun üçün 114-dən 6-nı çıxıram. Nə eləyir? 108. 108-i də bölürəm 12-yə. Bu da nə eləyir? 99. Doğrudur. Deməli deyirəm ki, 6-nın üstünə, yəni belə düşünün də, x bərabərdir 6 üstə gəlinsin, 12 vurulsun 9. Yəni 9 dəfə işləyib, 9 dəfə 12 gəlmişəm. İndi 9 dəfə bax, indi belə bir şey baxalım. Gəlin bu dövrənin indi işləməyinə baxalım. Deməli, deyirəm ki, n ədədini daxil elədik. X-imiz 6-dır. M bərabərdir 46. 46 kiçikdir 1999-dan. Hə. Onda M-imiz nə olur? M plus N. Yəni 46 üstə gəlinsin N. X-imiz nə olur? 6 plus 12, yəni 18. Keçirik. 46 plus N kiçikdir 1999-dan. Yenə hə. M nə olur? 46 üstə gəlinsin N, üstə gəlinsin N. X də bərabər olur 30-dan. 30-a. İndi burada siz nəyi gördünüz uşaqlar? Burada gördünüz ki, birinci dövrədə 46 plus N oldu. İkinci dövrədə 46 plus 2N oldu da burada. N üstə gəl N. Düzdür? Bəs bizim dövrəmiz neçə dəfə işləyib? 9 dəfə. Yəni sonuncu dövrədə bizim M-imiz neçə olacaq?
Evimiz olacaq ki, bəli, denən afərin, bəli. 46 plus 9n. Düzdür? X-imiz də olur neçə? 114. Sonuncu dövrədə də, yəni 114 çapa gedib axı. Aha. İndi bax sonuncu dövrədə 46 plus 9n olur. Bəs bu şərt hissəsini deyə bilərsən mənə? Şərt hissəsi neçə olur? Bu şərt hissəmiz. Bu kiçikdir 1999 deyirik ha. Burada nə kiçikdir 1999-dan? Aha, 46. 9n-i burada aldı. Fikir ver. 9n-i burada aldı. Gəldi, burada işlədi, aldı. Buradan əvvəl bu m. Bir dövrə qabaqda. Bax 9-cu dövrədə 9n aldı. Ay sağ ol, bəli. 49 üstə gəlsin 8n olur. Afərin. İndi sonuncu dövrədə x-imiz gəldi 114 oldu. Mən indi nə edirəm? Axırıncı dəfə gəlib bunu yoxlayıram. Deyirəm ki, 46 üstə gəlinsin 9n. Elə bil yenidən axırıncı dəfə düşdüm, gəldim də bura. Kiçikdir 1999-dan. Hə olacaq, yox olacaq? Əlbəttə ki, yox. Niyə? Çünki bu çap olunubdur. X-in bu qiyməti çap olunubdur ya. Buradan mən başa düşürəm ki, da işləməyib. X-in üstünə heç nə gəlməyib. Deməli, ilk 46 üstə gəl 9n kiçikdir 1999-dan? Yox. Aha. Deməli, 46 üstə gəl 9n 1999-dan kiçik deyilsə, nə olmalıdır? Bunun əksi. Yəni, onda 46 üstə gəl 9n böyük bərabərdir 1999-dan. Buradan da 9n böyük bərabərdir. 1999-dan 46 çıxanda nə edir? 3, 4, 9-dan da 4, 5. 1953. Buradan da n-i tapırıq. 1953-ü 9-a bölürük. Gəlin daha sürətli metodlardan istifadə edəyin. 1953'ü bölürdük nəyə? 9-a. 217. Deməli, n-imiz böyük bərabərdir 217-dən. İndi n-imizin ən kiçik ədədi hansıdır? 217. N-imizin ən kiçik ədədi n bərabərdir 217-yə. Düzdür? Başa düşdünüz uşaqlar? İndi belə bir sual verim. Bu ən kiçik qiymətin tapılması oldu. Bəs ən böyük qiyməti necə taparam? İndi sizə sual verirəm ki, deyirəm ki, n ədədinin daxil edildiyi ən kiçik yox, burada ən böyük düşünün. Ən böyük n natural ədədi müəyyən edin. Yəni ən kiçik qiymətini tapdıq. Bəs n-in yerinə ən böyük qiymətin, n-in ən böyük qiymətini necə tapa bilərik? Demişdim bunu sizə, Elvira. Aydın deyil. Bəli. Ən böyük qiymətini tapmaq üçün isə uşaqlar, sonuncu dəfə dövrəyə girməmişdən qabaq halına baxırıq. Sonuncu dəfə dövrəyə hansı qiymətlə girib? Sonuncu dəfə dövrəyə bizim hansı şərtlə girdi m-imiz? Bəli. Sonuncu dəfə dövrəyə girdi 46 plus 8n-dən. Mən burada yazıram ki, 46 plus 8n kiçikdir 1999-dan. Bu şərt ödənmişdi. Hə olmuşdu burada, yox. Hə, çünki şərt ödəndi ki, keçdi 114 aldı da, bəli.
46 plus 8 n kiçikdir 1999-dan. Hə, artıq bu halı yoxlayacağıq. Buradan da tapırıq nəyi? 8n kiçikdir 1999-dan 46-nı çıxırıq. 3, 5, bu da olur yenə 1953. İndi 1953-ü nəyə bölürük? 8-ə. Görək neçə eləyir? %25. Bax, n kiçikdir 244 tam məsələn %25. Tam ədəd olaraq da nəyi götürürük burada? Bizim qiymətimiz ödəyən n bərabər olur 244-ə. Yəni n kiçik olur, kiçik bərabər olur 244-dən. Aydındır 244-dən. Deməli ən böyük qiyməti 244 ola bilər. Ən kiçik qiyməti isə 217. 217 244 aralığındakı qiymətləri ödəyəcək. Aydındır? Aha, yadınızda saxlayın. Son bir baxırıq sonuncu dövrəyə girməmişdən qabağa. Bir də sonuncu dəfə şərt niyə görə ödənmədisə həmin o ifadəyə. Növbəti suala baxalım. Burada nəyə deyir? Burada bizə 19-a deyir ki, ən kiçik ədədi tapın. Bəli, burada da eyni ilə həminki kimi. Yəni baxmalısan ki, məsələn, 125 alınıb çıxışda. S-in 125 qiyməti necə alına bilər? Neçə dəfə işləməlidir dövr 125 alınsın? Birincidə 5 alacaq, ikincidə 5 vurulsun 5, 25 alacaq, üçüncüdə 125. Yəni 3 dəfə işləməlidir dövrümüz. 3 dəfə işləməlidir. N-imiz 3 dəfə işlənəndə N-in üzərinə nə gəlmiş olacaq sonuncu dövrdə? N-imiz 3 dəfə işləsə, sonuncu dövrdə N-in üzərinə nə gələcəm? 3 dəfə işləsə. Bəli, N bərabər olacaq N plus 45. Düzdür? Aha. İndi N plus 45 buna bərabər olacaq. Yəni N plus belə deyəcək də N plus 45 kiçik olacaq 125-dən? Yox. Çünki dövrdən çıxmalıdır ki, 125 çap olunsun. Yəni N plus 45 böyük bərabərdir 125 olacaq. Bax, bu tənliyi həll eləyib ən kiçik qiymətini tapacaqsan, ƏKG-ni. Bəs ən böyük qiymətini necə tapacaqsam, şifahi denən? Afərin. N plus 30 kiçikdir 125-dən. N də kiçikdir 90, neçə eləyir? 95. Əla. Yəni ən böyük qiyməti də 94-dən üzə aşağıdır. Aha, əla. Yəni 20 də bu formadadır. Daha sonra növbəti 10.6-dan bitdi. Gəl baxaq 10.7-yə. Yazmısan 10.7-dən? Aha, gəl baxaq. Buradan sualları ver. 2. Biri yazmısan? Aha. Biri necə yazmısan? Hə, bildim, yox. Aha, yəni elə gəl bir yerdə mənə izah eləsən ki, nəyə görə necə getmisən. Çünki bunu başa düşmüsənsə aşağıdakında rahat formada yaza biləcəksən. Mənə desən, izah edəcəm, yazacaqsan. Aha, ay sağ ol. Niyə? Bax indi bir şey deyim. Niyə görə n plus 1-i bura yazdım, bura yox? Hə, bax, bəli.
Ay sağ ol. Əla. Çünki sən sonuncu dəfə dövrəyə bu 49-dan girəcək, 50-dən kiçikdir. Düzdür? Hə, sən burada n-i artırmalısan ki, n burada 50 olsun, sonra onu s-in üzərinə gələsən. Afərin, əla. Yəni heç bundan o tərəfə izah etməyə ehtiyac yoxdur. Əsas yeri dedin. Əla. İndi keçək yaxşı ikinciyə. Deməli, 1 faktorial, 2 faktorial, 3 faktorial, 50 faktorial. Bu sual da dimdə olmalıdır bu sual. Bunun da izahını bu gün çəkmişdim. Gəl burada da baxaq. Burada bizə nə lazımdır? Bizə bax burada P yazıb. P-yə də 1 verib. Əslində bunu səhv yazıb. Niyə görə? Çünki P1 ola bilməz. Bunu S eləyək. Bu S-dir. S bərabərdir 1 faktorial, 2 faktorial, üstə gəl 3 faktorial və hara kimi 50-yə kimi. İndi bax bizə bir sayğacı lazımdır. Bir də cəmləyən lazımdır. Bir də faktorialları hesablayan lazımdır. İndi mən burada deyirəm ki, bizim sayğacımız hansıdır sizcə? N. Niyə n? Çünki burada gördük ki, 1 artır həmişə. Mən onda burada n-i müqayisə edəcəm. Mən burada yazacağam ki, gəlin bu qələmlə yazaq görsənsin. Mən burada yazıram ki, n kiçikdir, bərabərdir 50-yə. Mən bunu belə yazıram. Sual verə bilərsiniz. Niyə müəllim? Razısınız mən bu yazmağımdan, yoxsa aydın deyil? Baxın, niyəsini izah edeyim. N-imiz harda artır? Ən sonda. Mən ona görə kiçikdir, bərabərdir 50 yazıram ki, gəlib bu n-imiz 50 olanda hesablamaları burada aparsın, sonra 51 olsun, artıq növbəti dövrəyə girməsin. Aydındır? Amma n-imiz ən başda yazılsaydı, bax düşünün ki, n bura yazılmayıb. Bura boşdur. N yazılıb bura. N bərabərdir n plus 1 bura yazılıb. Mən onda n kiçikdir, bərabərdir 50-ni bura yazmazdım. Bax, bura n kiçikdir, bərabərdir 50 yazmazdım. Mən bura təkcə n kiçikdir 50 yazardım ki, n-im 49 olanda dövrəyə girsin, gəlsin burada n 50 olsun. Sonra burada hesablama işlərindən geçsin ki, bu 50-ni keçməsin o üzə. Aydın oldu deməyim. Aha. Ona görə mən burada yazıram ki, n kiçikdir, bərabərdir 50. Sonra mən axı faktorial tapmalıyam. Faktorial nədir? Bilirsiniz də, məsələn, 3 faktorial 1 vurulsun, 2 vurulsun 3. Baxın, mən burada faktorialı P ilə göstərirəm. P bərabərdir. P vurulsun N. Hər dəfə N'im artdıqca vuracam P-yə, həmin qiymətdə bu P-də saxlayacam. Sonra növbəti dövrədə P-nin bu qiymətin köhnə P kimi istifadə edəcəm. Bunun yerində istifadə edəcəm. S-mi də yazıram ki, S də bərabərdir. S üstə gəlinsin P. Bax, məsələni həll elədim əslində. Sadəcə gəlin yerinə qoyağın, tapağın. N-in yerinə qoyağın, məsələn 4, yoxlayağın. S bərabərdir 0, M bərabərdir 1, P bərabərdir 1. 4 kiçikdir 50-dən. 50 deməyək də, N-in burada M1-dir, N-in yerinə biz 4 qoya bilmərik. Daha doğrusu gəlin 50-nin yerinə bir 4 yazağın sanki. Yəni yoxlayağın. 50-nin yerinə 4 yazsam mən nəyi tapmalıyam? Deyin görüm.
S bərabərdir nəyi tapmalıyam? 50-nin yerinə 4 yazsam. Uşaqlar, 1 faktorial, üstəgəl 2 faktorial, üstəgəl 3 faktorial, üstəgəl 4 faktorial. Bunu tapmalı deyiləm, 4-ə qədər. Bəli. Bunu tapmalıyam da. Burada 50-dir deyə 50-yə qədər gedir. İndi mən deyirəm ki, düşünün ki, 50-nin yerinə 4 yazırıq. Gəlin tapalım. N'imiz 1-dir. 1 kiçik bərabərdir 4-dən. Hə. P nəyə bərabər olur? P, köhnə P'miz nə idi? 1, burada verilib. Vurulsun nəyə? N. 1-ə. P'miz oldu. 1 vurulsun 1 ilə 1 faktorial deməkdir də. S'imiz nə oldu? Bəli. Aha, əla. N'imiz nə oldu? 2. Keçdik hara? İkinci dövrəyə. 2 kiçikdir, bərabərdir 4-dən. Hə. P'miz nə olur? Denən görüm. Yox. 1 faktorial vurulsun nəyə? Aha. 1 faktorial vurulsun nəyə? 2-yə. Sən dedin ki, 2 faktorial. 1 faktorial vurulsun 2-yə. 1 faktorialı 2-yə vuranda nə eləyir? 2 faktorial. Bəli, 2 faktorial. S'imiz də nə olur? Köhnə S'imiz 1 faktorial idi. Üzərinə də P-ni gəlirəm. P'miz nə oldu? 2 faktorial. Bax, S'imiz oldu 1 faktorial, üstəgəl 2 faktorial. N'imiz nə oldu? 3. Aha. İndi mən nə edirəm? Yazıram ki, 3 kiçikdir, bərabərdir nədən? 4-dən. Hə. P nəyə bərabərdir? Bəli, 2 faktorial vurulsun 3-ə. Bu da bizə nəyi verir? 3 faktorialı. Düzdür? Bunu bilirsən sən, yəni 2 faktorial vurulsun 3. Bizə 2 faktorial nədir? 2 faktorialı açaq. 1 vurulsun 2 deməkdir, 2 faktorial. Vurulsun 3, bu da verir bizə 3 faktorialı. S'imiz nədir? 1 faktorial, üstəgəl 2 faktorial, üstəgəl P. Yəni 3 faktorial. N də bərabər olur 4-ə. İndi 4 ilə də dövrəyə girəndə 4 kiçik bərabərdir 4-dən, hə? P olur 2 faktorial, 3 faktorial vurulsun 4, yəni 4 faktorial. S'imiz olur 1 faktorial, üstəgəl 2 faktorial, üstəgəl 3 faktorial, üstəgəl 4 faktorial. N'imiz də olur 5. Sonra 5 kiçikdir, bərabərdir 4-dən yox, dövrədən çıxır, bitir dövrə. Gəlir bax, bunu aldıq. S olaraq bunu aldıq. 4 qoyanda bunu aldıq. İndi 50 qoysaq, 50-yə qədər bunu bir-bir aparsaq, gəlib elə həmin bu ifadəni alacaq. Əsas burada bilməli olduğum, baxmalı olduğum şeydir ki, mən faktorialı necə yazdım? Bax, bu metoddan istifadə olunaraq gedir faktorial. Aydındır? Aha. Növbəti sualı verərsən. Aha, baxaq 3-cü suala. Müəllim 20 şagirdin nəticələrini bir-bir daxil edir və ən yüksək nəticəni müəyyən edən alqoritm qurur. Bu alqoritmdə bəzi ifadələr yazılmamışdır. ABC hərflərinin yerinə yazılacaq uyğun ifadələri müəyyən edin. Deməli, 20 dənə uşağın nəticələri bir-bir daxil olunur və ən yüksək nəticə lazımdır bizə. N-ə 0 verib, N-ə 1 verib, daha sonra nə edib?
N-i sayğac kimi istifadə eləyərək bir-bir sayıb. Bu yazılış nə deməkdir? Yəni n-imiz 1 kiçik bərabərdir 20-dən işləyəcək. Sonra gələcək n2 almalıdır. 2 kiçik bərabərdir 20-dən. Sonra n3 almalıdır. 3 kiçikdir bərabərdir 20-dən. Ta ki hara kimi? 20 kiçik bərabərdir 20-dən. Artıq 21 kiçik bərabərdir 20-dən yox, dövr bitməlidir. Yəni bu n birdən 20-yə qədər artmalıdır. İndi 1 kiçikdir 20-dən, hə. Gəlir neynir burada? Bir dənə x daxil edir. Sən mənə deyə bilərsən, bu daxil edilmiş x nədir? Şagirdin nəticəsi. Aydındır. Bu x bizim şagirdimizin nəticəsidir. İxtiyari daxil edilir. Yəni şagird 5 balda toplaya bilər, 20 balda, 70 balda. Sonra gəlib burada neynir? Bir şərt bloku var burada. Burada bir şərt bloku var. Bu şərt blokundan istifadə eləməklə səncə neyniyəcək burada? Şagirdin nəticəsini nə ilə yoxlayacaq? Bu x-i nə ilə yoxlayacaq? 0 ilə. Deyəcək ki, m kiçikdir x-dan, yəni 0 kiçikdir x-dan, şagirdin topladığı baldan. Tutaq ki, şagird də toplayıb 5. X bərabərdir 5-ə. 0 kiçikdir 5-dən. Hə. Onda nə iş görsün B? Onda M bərabərdir X-a. Yəni şagirdin aldığı qiyməti verir M-ə. Aydındır necə? Bax, əgər şagirdin topladığı bal 0-dan böyükdürsə və yaxud da belə deyək, 0 şagirdin topladığı baldan kiçikdirsə, onda bizim şagirdimizin topladığı qiymət bərabər olur M-imizə. Burada nə yazıram bəs? M bərabərdir M plus 1. Burada da sayğacdan istifadə edirəm. Bu da bizim sayğacımızdır. Eyni bir dəfə artırıram hər dəfə. Nə aydın olmadı burada sənə? Yox, sualımı ver. Ver. Hı. Ver sual. Necə? Bax, sonda nəyi çap edib? M-i. Bax, indi gəl belə gedək. 1 kiçik bərabərdir 20-dən. Hə. Bu x nədir dedik? Şagirdin qiyməti. X-a bir ədəd daxil elə. Yəni deyək ki, şagird toplayıb 15 bal. X bərabərdir 15 bala. İndi mən şagirdin topladığı balı nə ilə müqayisə edirəm? 0-la. M-lə. M-ə 0 ver bax. Deyirəm ki, 0 kiçikdir 15-dən. Hə. Yüksək baldır da, bu 15-dən yüksəkdir. Onda deyirəm ki, M bərabərdir 15 olsun. İndi N-im də bərabər olur 2-yə. Gəlirəm ikinci şagirdin topladığı bala. Deyirəm ki, bu şagird də toplayıb, məsələn, 10 bal. İndi mən M-in qiyməti ilə şagirdin yeni topladığı qiyməti müqayisə edirəm. Yəni, M-in qiyməti nə idi? 15. 15-i müqayisə edirəm nə ilə? X-la. X-imiz də 10 idi. 15 kiçikdir ondan. Xeyr, yox. Onda nə edirəm? Bax, yox qolundan gəlirəm. Ümumiyyətlə heç dəymirəm. Mənə axı yüksək nəticələri götürmək lazımdır. Mənə deyir ki, şagirdlərin ən yüksək nəticəsini çap elə, yəni müəyyən elə. Mən ona görə yox qolundan gəlirəm, n-i artırıram, n olur 2 plus 1, 3. Sonra 3-ü burada müqayisə edirəm. 3 kiçik bərabərdir 20-dən. Bəli, yəni hə. Burada mən x-a bir 30 daxil eləyəndə, yəni 30 bal daxil eləyəndə necə yoxlayıram bunu? Sonuncu m-im nə idi mənim? 15. Deyirəm ki, m, yəni 15 kiçikdir 30-dan.
Hə, 15-30-dan kiçikdir axı. Artıq bu şagirdin bu balı, bu nəticəsi daha yüksək nəticədir. 15 kiçikdir 30-dan, hə. Onda nə edirəm? M bərabər olur nəyə? Bunun yüksək nəticəsini M-ə verirəm. Çünki axırda mən M-i çap eləyəcəm. Qoy yüksək nəticəni, ən yüksək nəticəni özündə saxlayacaq. M olur 30. N də bərabər olur 4-ə. Bu formada gedir. Əgər şagirdin topladığı bal 30 baldan yuxarı olan yoxdursa, M-də elə 30 bal qalacaq. Və yaxud da kimlərsə ən yüksək balları toplayıbsa, bu M həmin o yüksək balları götürəcək. Və sonda da M çap olunacaq. Aydındır? Aha. Keçək növbəti suala. Dördüncü sualda da yəqin ki yazmamısan. Hə, bax burada bax, sən bir ipucu verim də. Görürsən n-i 0 verib. Bax aşağı bir dənə düşək. Nəyi artırıb burada sayğac kimi? N bərabərdir n plus 1. Görürsən? Deməli burada sayğac kimi n-dən istifadə edib, düzdür? Və n-ə də 0 verib. Deməli, bizə 50 dəfə buranın istifadə olunmağı lazımdır. 50 şagird deyir axı. Gövdənin 50 dəfə istifadə olunması lazımdır. Amma n-ə 0 verib. 0-dan 0 olduğuna görə 0-dan 49-a qədər 50 dənə olur da ədəd. Düzü? Biz burada n kiçik bərabərdir 49-a yaza bilərik. N kiçikdir 50 də yaza bilərik. Aydındır? N kiçikdir bərabərdir 49-a yaza bilərik burada. N kiçikdir 50 də yaza bilərik. Daha sonra gəl yazaq n kiçikdir 50. Sonra bu b-nin yerinə nə yazaram? Bəli, x. Çünki ixtiyari x da bizim nəyimizdir? Şagirdin keçid balı. Yəni şagirdin balı. İndi C-yə nə yazaram? Yox, 100-dən böyük olmasın. Gəl biz görək. Hə, keçid balı burada 100-ü deyib. Hə, bəli, bəli. Düz deyirsən. X böyükdür 100-dən. Hə, onda neynə? M bərabərdir M plus X. Keçənlərin nəticələrini cəmləyəm. Bəli. Onda M-in üzərinə X-i gəl, doğrudur. Bu formada gedir. Sonda da gəlib M-i çap edir. İndi 5-ə baxaq. 5-də nəyi başa düşməmisən? Bəli, bəli. Yenə kiçik bərabərdir yox. N 0-dır axı. Hə, n kiçikdir 50 olacaq. Və yaxud da n kiçikdir bərabərdir 49 olacaq. Bəli, bunun cavabında səhv olmalıdır mən biləm. Bəli. Aşağılarını düz yazmısan? Məsələn, bəli. Aha, indi bax B-yə nə yazmalıyıq? Aha. Aha. Belə düşün də, sən keçid balı sanki 20-dir. İndi bunu səhv yazıblar burada. Məsələn, 20 yazsaq bura, düşün ki, keçid balı 20-dir. Sən gör səndən nəyi istəyir? Aha.
Keçid balı keçənlərin sayını. İndi onu necə yazarsan? Necə? Say istəyir səndən. Nəyi vuracaqsan? Keçid balı keçənlər. Bax sonda da nəyi çap edib? M-i. Deməli M bizim nəyimizdir? Keçidi keçənlərin sayı. Bir şeyi saymaq üçün necə sayırsan? 1, 2, 3, 4. Orada necə vurmadan istifadə edirik? Bizim də M-imizi nə verib? 0. Bax, N-i necə sayırıq? O formada da M-imizi sayırıq. M bərabərdir M plus 1. Hər dəfə işləyəndə M-in üstünə 1 gələcək, sayacaq. Aydındır? Aha. Növbəti dərs, növbəti sual. Aha, əla. 7-yə baxaq. 7-ni də yazacaqsan. 7 də çətin deyil. Bəli. Yox, yox. Ən kiçikdir 100 yox. Bu ədədlər nə deməkdir bu? Bir dənə bura bax. Hansı ədəddir? Nəyin cəmidir? Yəni bax, burada sən i-ni bir-bir artırır burada. Bax i 0-dır. I-ni artırır, i olur 1. Bax bura nə yazarsan? Bunu de. P bərabərdir P plus i. Aha. P bərabərdir P plus i yazdım. Burası deyək ki, doğrudur. Birinci dəfə ödəyəcək. 1 olacaq. İkinci dəfə i'miz 2 olacaq. Sən 1-in üstünə 2 gələcəksən. Amma burada 4 yazılıb. Gülnaz deyə bilərsən sən? Eşitmirəm. Niyə deyə bilmərsən? Düşün, bu nəyin ardıcıllığı ola bilər? 1, 4, 9. 1-in kvadratı üstəgəl 2-nin kvadratı üstəgəl 3-ün kvadratı. 10-un kvadratı. Oxşuyur onu. Bəli. Yox. İ'miz 1-dir. P-ni ona vuranda nə olacaq ki? P bərabərdir. P üstəgəlinsin. I vurulsun I. İndi bəs bura nə yazarsan? Yüzə kimi getsə, axı burada 100-ün də kvadratını alacaq axı. Lap 99 olsun. Onda 99-un da kvadratını yazmalıyıq axı bura. Bəli. 10. I kiçikdir 10. Bəli. Bəs niyə i kiçik bərabərdir 10 olmayacaq? Bildimi? 0-da. 0-dan getdi. 0 olur, gəldi 0 kiçikdir ondan. Hə, tapır i olur 1. 0-ın üstünə 1-in kvadratını gəlir. P olur 1-in kvadratı. Sonra 2 olanda 2 kiçikdir ondan. Daha doğrusu 1 kiçikdir ondan. Hə, gəlir 2 olur. 1-in üstünə 2-nin kvadratını gəlir. Bəs niyə 10 kiçik bərabərdir 10 yazmıram mən? Bəli. Elvira, başa düşdün necə? Bax,
i kiçik bərabərdir 10 olsa, sonuncu dəfə dövrəyə i nə ilə girəcək? 10, 10-la. Gəlib burada nə olacaq i? 11. Sonra 11'i burada 11'e vurup ne yazacağıq? Sonda görürsən 11'in də kvadratını burada yazmalıyıq. Aydın olmadı. Yəni ona görə biz kiçikdir 10 yazmalıyıq. Kiçik bərabərdir 10 yaza bilmərik. Aha, növbəti sualı ver. Bura qədər. Aha.